Astara şəhəri. Tarixi faktlara görə 1747-ci ilə kimi Talış mahalının paytaxtı olan Astara. Burada səslər müxtəlif dillərdə eşidilir, amma Talış dili bu səs çoxluğunda öz yerini qoruyur. Talış sıra dağları, çayları, bulaqları, meşələri. Buradakı qalalar, tarixi abidələr də Astaranın qədimliyinin isarıdır. Fərqli tamlı çayı, limonu, naringi, portağalı və sairə nemətləri isə məhz Astaranın məxsusiliyidir. Talış mətbəxi isə onun həm də mədəniyyətinin ayrılmaz hissəsidir. Ləvəngi qoxusu, təndir çörəyi, meşə otlarından hazırlanan yeməklər. Bunlar sadəcə dad deyil, yaddaşdır. Bu dad yaddaşı bölgənin coğrafiyası, iqlimi və həyat tərzi ilə sıx bağlıdır. Xüsusilə ləvəngi, balıq yeməkləri burada məşhurdur. Bu yeməklər mürəkkəb bişirilir. Amma dənizdən tutulan təzə balıq və tərkibinə qatılan spesifik otlar yeməyə əvəzsiz dad qatır. Dağların dumanı çəkilər, dənizin dalğası sahilə çırpılar. Yağış yağar, çay yarpağı yenə cücərər. Amma Talış xalqının ruhu dəyişməz. Onlar əsrlərdir ki, bu torpaqda yaşayır, nəfəs alır, öz mədəniyyətlərini qoruyurlar. Bəlkə də Talış olmaq dağla dəniz arasında öz yerini tapmaqdır. Səssiz, amma möhkəm, sadə, amma köklü və bəlkə də ən əsası təbiətlə bir olmaqdır.